Ötən il Azərbaycanda 1.452,88 ton AI92 markalı, 11,8 ton AI95 markalı avtomobil benzini, 2.549,6 ton dizel yanacağı istehsal olunub. Yenavaz.com xəbər verir ki, əvvəlki illə müqayisədə AI92 markalı benzinin istehsalı 18%, dizel yanacağının istehsalı isə 23% artıb. AI95 markalı avtomobil benzinin istehsalı isə 46% azalıb. Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycan xarici ölkələrə 5,4 min ton AI95, 6,5 min ton AI92 markalı benzin ixrac edib. İxraca paralel olaraq Azərbaycan ötən il xarici ölkələrdən 138,6 min ton AI95, 83 min ton AI92 markalı benzin idxal edib. Açıqlanan məlumatlardan da göründüyü kimi, Azərbaycanda istehsal olunan AI95 markalı avtomobil benzininin təxmini yarısı xarici ölkələrə ixrac olunub və yerli istehsal daxili tələbatı ödəmədiyi üçün xaricdən yerli istehsaldan 12 dəfə çox benzin idxal edilib. Onu da qeyd edək ki, 2024-cü ilin iyun ayının 30-da Dövlət Neft şirkətindən verilən açıqlamada ölkədə AI95 markalı benzin istehsal olunduğu bildirilib. SOCAR-ın açıqlamasında qeyd olunub ki, neft emalı zavodunda istehsal olunan AI92 və AI95 markalı avtomobil benzinləri artıq Avro 5 standartlarına çatdırılıb. Stat: Bununla da 2014-cü ildən hazırki vaxtadək ölkədəki tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan AI95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir. Statın sonu.